Salam, hər vaxtınız xeyir. OTK-nın 9-cu siniflər üçün nəzərdə tutulmuş buraxılış sınaq imtahanı Azərbaycan dili sualları 14 dekabr 2025-ci il, yəni bugün keçirilmiş sınaq imtahanından Azərbaycan dili suallarının izahı. Hansı cümlədə sifət isim aid şəkilçiləri qəbul etmədən isimləşib? Yəni isim aid cəm, hal, mənsubiyyət nəsə qəbul etmədən ismin hər hansı bir qrammatik şəkilçini qəbul etmədən isimləşib. Bədbin hər kəsi özü kimi sanar, nə edər? Deməli, sanar. Kim sanar? Bədbin. Bədbin özü kimi sanar. Kim? Bədbin. Bədbin burada sifətdir. Kim sualına doğru cavab verir. İsimdən heç nədən qəbul etmədən, yəni cəm, mənsubiyyət, hal qəbul etmədən isimləşib. Pisə sahib olmaqdansa burada pisə yönlü hal qəbul edib. Kimə? Birincilər sifət yoxdur. Siz kiçik yardımı daha heç vaxt unutmayın. Siz kiçik yardımı burada necə yardımı isimləşmə yoxdur. Yersiz zarafatlar kədərli sonluqla bitir. Necə zarafatlar yoxdur. Doğru cavab A variantı. Tamah və hərisli başlayan vaxt saf duyğular sona çatar. Tamah və hərisli başlayan vaxt saf duyğular sona çatar. Cümləsində hansı sözün sinonimi düzgün verilməyib? Deməli, birinci söz tamahdır. Tamahın sinonimi nəfsli olar. Sonra hərislik, 2 düşkünlük. Elə hərislik tamahkarlıqdır da. Amma düşkünlük deyil. Doğru cavab C variantı. Sonra vaxt zaman olar. His, duyğu olar. Saf da ki, təmiz olar. 2-də C variantı. Fərqləndirilmiş hansı sözlər sonuncusu samiti kontekstdə cingiltili tələffüz olunur. Deməli, qaymaq, almaq bir olar. Sonra çörək ovuntusu ikinci hərf saitlə başlayıbsa cingiltili ola bilər. Çörək ovuntusu. Deməli, 2 də olar. Əmlak alıcısı kardır. Bəzək əşyası 4 olar. Bəzəkdir. Tələffüzü soraq kitabçası. Burada samit gəldiyi üçün X kimidir. Ona görə 1, 2, 4 doğru cavab C variantı. Hansı cümlələrin tərkibində sözlər yerinə görə eyni nitq hissəsinə aiddir? Birinci çox, ikinci azdır. Hər biri saydır. Yorulanda dincəlməyi unutmayın. Yorulanda feil, dincəlmək feil, unutmayın feil. 1, 2. Tənbəl insan şeytanın oyuncağıdır. Tənbəl sifət insan isimdə olmaz. Siz necəsiniz? Siz əvəzli idi. Necəsiniz? Əvəzli idi. 1, 2, 4. 1, 2, 4 E variantı. Sonra digər suallara baxaq. Nə istəyir digər suallarda? Digər suallarda məsələnin mahiyyəti nədir? Deməli, hansı cümlədə zərfin mənaca bütün növlərinə aid nümunə var? Burada ara bir güclü külək əsir. Burada deməli zərfimiz buradadır. Ara birdir. Yox. Dünən orada həvəslə xeyli çalışdıq. Dünən zaman zərfi, ora yer, həvəslə tərs, xeyli, deməli kəmiyyət. Doğru cavab B variantı. Digərlərində də bu ardıcıllıq, yəni bütün məna növlərinə aid nümunə yoxdur. Altından xətt çəkilmiş sözlər əsasında uyğunluğu müəyyən edin. Bu dünyada hər pislik cəhalətdən yaranar. Müəllimlikdən şərəfli peşə tanımıram. Əşyanın keyfiyyətini bildirir, deməli şərəfli peşə. Necə peşə 2-yə gedir, nə? A variantı. Sifəti əvəz edib hər. Deməli, burada B variantı. Sonra adlıq halda olan isimdən əvvəl işlənib. Deməli, bu dünyada hər pislik cəhalətdən yaranır. Nə pislik? Pislik adlıq halda mı? Bəli. Deməli, buna gedər C variantı. Sonra adi dərəcədə olan sifətdir, şərəfli. D. İşarə əvəzli idi, heç biri. 1-ə BC, 2-ə AD, C variantı. Hansı cümlədə zərf işlənməmişdir? İrəlidə zərf, ora zərf, geri zərf. Dünən zərf, Xankəndidə tarixi abidələr çoxdur. Burada isə zərf yoxdur. Hansı söz nöqtələrin yerinə yazılsa
nöqtələrin yerinə yazılsa məcazi mənada işlənər. Dağın oradan aydın görünürdü. Zirvəsi həqiqi, arxası həqiqi, yolları həqiqi, qarı həqiqi, dağın ətəyi olmaz. Bu məcazidir. Sonra digər suallara baxağın. Digər suallar nə istəyir bizdən? Deməli, təəssüflə sözünün fonetik təhlilinə aiddir. Saitlərdən biri uzun tələffüz olunur. Bunun tələffüzünü yazağın. Təəssüflə. Deməli, səs düşmə hadisəsi baş verir. Əyin biri düşdü, bir doğrudur. Hərflərlə səslənən sayı bərabərdir. Düzdür, burada əyinin biri düşür, burada da birini artırılır, bərabər olur. Doğrudur. Çar samitlərdən biri tələffüz edilmir. Yanlışdır. Çar samitlər qoşa s-dır və f-dır olduğu kimi qalır. Yalnız bir məqamda qarşılığı olmayan samit işlənir. Bir məqamda yox, iki məqamda. Deməli, 1 ilə 2 doğru cavab nədir? D variantı. Ahəng qanuna tabi olmayan sözləri müəyyən edin. Bisavad, deməli incə qalın, tərəfsiz hər biri incədir, sənətdəki incədir, qanuni, A-la İ, bir də əzabkeş, Ə-lə A. 1, 4, 5, 1, 4, 5, B variantı. Yaxşılıq zənciri, mətin görsənir, deməli, oxuyub, sonra isə testlərinə baxmaq olar. Təbii ki, biz oxumuşuq, digər videoya baxacaq hər bir şəxs oxuyub işləyə bilər. Altından xətt çəkilmiş cümlədə məcazi mənalı ifadənin həqiqi mənalı qarşılığı hansı cümlənin tərkibindədir? Deməli, altından xətt çəkilmiş cümlə nə idi? Gecə tibb bacısının evində hamı yuxuya getmişdi. Yuxuya getmişdi, yerə uzandı deyil. Yuxusunu haram qatmaq istəmədi, bu da deyil. Deməli, həqiqi mənalı qarşılığını istəyir bizdən. Az sonra gözlərini yumdu, yəni həmin yuxuya getmişdi. Bu yatmaq mənasını ifadə edir. O da həqiqi olmalıdır. Körpə vaxtında yatdı, D variantı. Gecikməmək üçün erkən oyandı. Xeyr, bu onun qarşılığı ola bilməz. Mətnə aid hekayə xəritəsində yol verilmiş səhvləri müəyyən edin. Xəstəliyə səbəb olan qəza. Xəstəliyə belə deyək də, burada bir xəstə var idi, amma nə onun qəza səbəb olmuşdu, mətndə belə bir şey yox idi. Sonra obrazlar, həkim var idi, amma baş həkim olduğunu biz görmürdük. Üz gözündən nur tökülən, dodaqlarından təbəssüm olmayan həkim deyir. Amma baş həkim olduğunu bilmirik. Obrazlar xəstə var idi. Öz tanışına, dostuna zəng edən xəstə. 1, 2. Sonra xəstəxana məkan var idi, xəstənin evi yox idi. Deməli, doğru cavab nə qalırdı? 1, 2, 1, 2, 5. Sonra mətn kimin dilindən təqdim olunur? Həkimin, tibb bacısının, xəstənin, müəllifin. Xəstənin dostunun, xeyr. Belə bir şey yox idi. Sonra digər suallara baxağın. Digər suallardan nə istəyir bizdən? Digər suallarda deyir ki, 14-cü sual. Klasterdə nöqtənin yerinə uyğun ifadələr yazıldığı bəndi müəyyən edin. Çalışdığım müəssisədə hələ çox illik təcrübəyə malik deyildi. Deməli, bax, bu burada var idi. Çox illik təcrübəyə malik olmayan, deməli, kim idi? Deyir ki, burada adi iş günlərindən biri, deməli, xəstə xüsusi nəvaziş göstərir, bağlı. Adi iş günlərində xəstəxanada yenicə işə düzəlməyə, bu yenicə işə düzəlməyə başlayan deyirsə, deməli, təcrübəsiz olan, təzə işə başlayan, yenicə işə başlayan gənc tibb bacısını palataların birində üzgün görünən bir xəstənin üzünə gülümsədi. Deməli, çalışdığı müəssisədə hələ ki, çox illik təcrübəyə malik olmayan kim idi? Tibb bacısı idi, gəncdir, davranışı da nə idi? Səmimi idi. Ona görə doğru cavabı nədir? E variantı. Sonra digər suallara baxağın.
Digər suallarda nə istəyir bizdən? Məsələ 15-də. Mətndə problemlə üzləşənlər sırasında xəstənin belə deyək də, dostunun problemin olduğunu biz görmürük. Tibb bacısının var idi. Təbii ki, evi yandı. Yanırdı. Bu tibb bacısının problemi idi. Sonra uşaq ac idi. Yəni yemək tapa bilmirdi. Bu da problemi idi. 3-ləri 4-ləri cavabdan çıxırdıq. Ofisiantın problemini görmədik. Bir də ki, deməli, xəstənin dostunun, o zəng elədiyi dostunun problemi yox idi. Ona görə doğru cavab nə qalırdı orada? Doğru cavab qalırdı 1 ilə 2. Deməli, xəstənin problemi ilə onun o xəstə olması idi. Bu da var idi da, hə. 1, 2. Sonra, mətnə görə restoranda nahar edən şəxs müxtəlif zamanlarda da olsa, birbaşa ünsiyyətdə olduğu insanlardan deyil. Təbii ki, nahar edən şəxsin birbaşa ünsiyyət etdiyi şəxslərdən biri xəstə idi. Bu var idi. Deməli, bu var idisə, bir doğru idi. Hə, bir ünsiyyət deyil. Bu var idi. Sonra ofisiant da var idi. Həkimlə söhbət etməmişdi. Bir də ki, tibb bacısı ilə birbaşa ünsiyyət qura bilməmişdi. Yəni mətndə belə şey yox idi. Kursivlə vermiş abzasda, çünki tibb bacısı çox gözəl bilirdi ki, insanlar kimi heyvanların da qayğıya ehtiyacı var cümləsini hansı sözlə başlayan cümlədən sonra artırmaq olar. Bundan ötürü cümləyə baxağın. Deməli, nə idi? Burada məsələn mahiyyəti bu idi. Uşaq çox sevindi. Çünki 2 gün idi ki, dilinə bir şey dəymirdi. O küçədə gedərkən soyuqdan titrəyən bir küçüyə rast gəldi. Küçüyü qucağına alıb evlərinə gətirdi. Qonşuluqda yaşayan həmin tibb bacısına verdi. Soyuqdan qurtulduğu üçün küçük xoşbəxt idi. Axı tibb bacısı ona xüsusi qayğı göstərir. Vaxtında yemək verirdi. Bax, burada bir cümlə var. Axı. Deməli, bundan sonra həmin cümləni, axı cümləsi ilə başlayan cümləni nə eləmək olar? Orada verilən cümləni bura qoymaq olar. O da hansı cümlə idi? Bax, bu cümləni oraya əlavə etmək olar. Çünki tibb bacısı gözəl bilir ki, insanlar kimi heyvanların qayğıya ehtiyacları var cümləsi hansı sözlə başlayan cümlədən sonra, axı sözü ilə başlayan cümlədən sonra nə etmək olar? Deməli, bundan sonra, axıdan sonra əlavə etmək olar. Mətnə əsas fikir uyğun deyil. Yaxşılıq edən yaxşılıq tapar, yamanlığa yaxşılıq ər kişinin işidir. Təbii ki, bunu seçib, ikini seçib, yamanlığa yaxşılıq ər kişinin işidir fikri. Mətnlə bunu əlaqələndirmək olmaz. Çünki mətndə belə bir şey danışılmırdı. Mətndə yaxşılıq zəncirinin başlamasına, davam etməsinə səbəb olan insani xüsusiyyətlər, məsələn, bura mehribanlıq yazmaq olar, gülərüzlülük yazmaq olar. Sonra xəstənin halı ilə maraqlanan, belə deyək də, xəstənin halı ilə bax, bura mehribanlıq, gülərüzlülük, xəstənin halı ilə maraqlanan tibb bacısının olması, bu kimi insani xüsusiyyətlər yazmaq olar. Belə deyək də, qayğıkeşlik, xəstənin qayğısına qalmaq, bu kimi məqamları qeyd etmək olar. Sonra 19-u dedi, keçirik neçə, 20 deyildi, 21. 21-də balıq qulağı mətnidir. Bu mətndə nədən danışılır, ona baxağın. Deməli, mətn rahat oxunur. Üzərində rəqəm yazılmış sözlər yerinə görə bir-birini əvəz edə bilər. Hansı sözlər bir-birini əvəz edə bilər, ona baxağın. Həmin məqama baxağın. Deməli, üzərində rəqəm yazılmış sözlərin biri dalğı, dalğalar, ikinci fərziyyələr, üçüncü eksperimentlər, dördüncü təcrübə, beşinci cəryan. Bu sözlərdən baxırıq. 3 ilə 4. 3-də nə vermişdi? Təcrübə, 3-də eksperiment, 4-də təcrübə. A variantı uyğun olar. Sonra, demək, üzərinə rəqəm yazmış sözlər əsasında sözlər yerinə görə bir-birini əvəz edə bilər. 3 ilə 4. 3 ilə də 4 hansında idi? A variantı. Eksperimentlə təcrübə. Mətnə əsasən dənizdə dalğa olmasa nə mümkün olmaz? Dəniz sahilin olması xeyir. Balıq qulağının sahilə atılması.
Deməli, bax burada deyir ki, qulağını tutub bax, burada olmalı diyor. Onlar öldükdən sonra dalğalar əksər balıq qulaqlarını sahilə nə eləyir? Atır. Deməli, balıq qulağının sahildə olma səbəbi nə idi? Dənizdə dalğa olur və dalğa olması nəticəsində balıq qulağının sahilə atılması. A deyildi. Mollyuskların öz evlərini tərk etməsi yox, insanların istirahəti yox, nə balıq qulağının sahilə atılması. 3-cü, 4-cü abzaslarda ifadə olunan fikirlərdən bu nəticəyə bax. 3-cü abzas bu isə 4-cü abzas bu. Burada balıq qulaqları ilə bağlı fərziyyələr var idi. Balıq qulağı əslində balıqların qulağından ibarət deyil. Sonra balıq qulağı ilə bağlı fərziyyələrin sayı birdən çoxdur. Fərziyyənin biri burada, ikinci fərziyyə də burada. Deməli, 2-dən sayı birdən çoxdur fikri doğrudur. Sonra mətnə görə balıq qulağını toplamaq üçün daha əlverişli məkan sayıla bilər. Təbii ki, nə? Dəniz sahili, əhalinin sıxı yaşadığı yer yox, istənilən su hövzəsinin kənarı yox, istirahət zonaları yox, balıq olan yerlər yox. Deməli, bu 24-də də doğru cavab nə idi? B variantı. Sonra digər suallara baxağın. Digər suallarda nə istəyir bizdən? Deməli, klasterin molluskların qorunmaq üçün olan hissəsidir. Deməli, tamamlaya bilməyən, onlar canlı varlıqdır. Balıq qulağı molluskların qorunmaq üçün olan hissəsidir. Xeyr, canlı varlıq deyil də onlar. Ərzaq məhsul kimi istifadə olunur. Xeyr, tərkibində ahəngdaşı var, bu vardı mətndə. Mətnin bu hissəsində deməli o vardı. Hansı hissəsində idi o? Deməli, sağlığında yumşaq. Bax, buynuzcuqdan və ahəngdaşından ibarət müdafiə təbəqəsi var. Bu hissədə. Sən hardan düşürsən? Deməli, bax, burada vardı. Ahəngdaşından ibarət müdafiə təbəqəsi. Ona görə o vardısa, deməli, ahəngdaşı var, dəniz sahilində üzə çıxır, doğrudur. İndi biz burada nələri götürməliyik? Uyğun olmayanlar da tamamlaya bilməyən olacaq 1 ilə 2. Tərkibində ahəngdaşı var, dəniz sahilində üzə çıxır, doğrudur. 1 ilə 2 A variantı. Sonra digər suallarda nə var? Ona baxağın. Mətnə görə hansı fikir doğrudur? İdmançılar balıq qulağı ilə bağlı sınaqda iştirak edib. Deməli, bu var idi. Mətndə bu fikir var. Bu doğrudur. Davamlı hərəkət zamanı idmançının qan dövranı sürətlənir. Bu da doğrudur. Balıq qulağı insanların qan dövranına təsir edir. Belə bir şey yoxdur. Ən güclü səslər ancaq idmançılar eşidir. Xeyr, dənizin səsi var. Mətndə bunlar vardı. 1, 2, 5. Tün qara hərflə verilmiş cümlə ilə bağlı hansı fikir doğrudur? Tün qara hərflə verilmiş fikir görək nədir bu cümlə ilə bağlı olan fikir? Deməli, bu idi. Bundan başqa mollusklar soyuğa necə dözürlər? İndi görəyim bu cümləni nə etmək olar? Deməli, tün qara şəriflə verilmiş cümlə ilə bağlı. Digər abzaslarda bu suala aydınlıq gətirilir. Mollusklarla bağlı konkret məlumat bildirilir. 1-ci abzasda verilsə əlaqə pozulmaz. Mətn tərkib hissəsində əlaqə yaradır. Mətn tərkib hissəsində əlaqəsi yoxdur. Heç bir o tərkib hissə ilə bağlı aidiyyatı yoxdur. Altından xətt çəkilmiş hissədəki fikir nəyi ifadə edir? Altından xətt çəkilmiş hissədə nə var? Deməli, altından xətt çəkilmiş hissə. Altından xətt çəkilmiş hissədəki fikir nəyi ifadə edir? Hansı hissə idi o? Deməli, burada idi. Balıq qulağı, yəni molluskaların çanağı buynuzcuqdan və ahəngdaşından ibarət müdafiə təbəqəsidir. Deməli, bu hissədə nə var idi? Bunu nəzərdə tuturdu. Ahəngdaşından və ibarət müdafiə təbəqəsidir. İndi biz
Bunu yazı tapmaqdan ötürü baxmalıyıq nəyə? Hə. Çərçivə daxilindəki sözün həqiqi məcazi mənada olduğunu, çərçivə daxilindəki sözün şərhini, hə. Bu şərhi hissəsi olar, B variantı olar. Burada deyir ki, deməli, hansı hissədir də? Balıq qulağı, yəni mollyuskaların çanağı, boynuqcuqdan və ahəngdaşından ibarət müdafiə təbəqəsidir. Müdafiə təbəqəsi deyirsə, sözün şərhin verir. Yəni balıq qulağının nə olduğunu izah edir. Ona görə sözün şərhi hissəsi götürmək olar. Çərçivə daxilindəki sözün şərhi. O da gəlib çıxır hansı cavaba? Deməli, B variantına götürmək olar onu. B variantını götürmək olar. Sonra mətn tərkib hissələri ilə giriş hissədən məsələn nə yazmaq olar? Balıq qulağından gələn səslər. Sonra əsas hissəyə balıq qulağı ilə bağlı fərziyyələr. Bunu qeyd etmək olar və yaxud alimlərin fikirləri. Sonra nəticə hissədə bax buradan hər hansı bir belə deyək də, bir stəkan yaxud elə ovucularınızı qulağınıza tutmaqla dəniz səsinə bənzər səsləri eşidə bilərsiniz. Deməli, dəniz səsinə bənzər səslərin eşidilməsi və yaxud balıq qulağı ilə etmək daha maraqlıdır. Dəniz səsini eşitmək üçün balıq qulağına istifadə olunması, bəşəriyyətin yaratdığı əfsanəyə inanmaq, bu kimi fikirlər nəticə hissədə yazmaq olar. Sonra nə qaldı burada? Mətndə istinad etməklə alimlərin bütün fərziyyələri mübahisəsiz doğru olur hökmünü təkzib edən, yəni səhv olduğunu, deməli, alimlərin bütün fərziyyələri mübahisəsiz doğru olur hökmünü təkzib edən, yəni səhv olduğunu sübut edən fikir yazın. Ona da burada belə bir şey var. Deməli, 3-cü abzas olmalıdır, səhv eləmirəmsə. 3-cü abzasda nə istəyir? Deyir ki, alimlər bir neçə fərzi irəli sürüblər və bir çox kitablardan oxuya bilərik ki, balıq qulağının qulağımıza yaxınlaşdıranda eşitdiyimiz dəniz yox, başımızdakı damarlardan axan qanın səsidir. Lakin sədə eksperiment bu fərziyyənin yanlışlığını üzə çıxarır. Bəllidir ki, davamlı hərəkət zamanı insan qan dövranı sürətlənir. Deməli, hərəkət zamanı balıq qulağını yaxınlaşdıran idmançı daha güclü səs eşitməlidir. Amma təcrübə zamanı heç bir fərq hiss olunmur. Yəni, buradakı fikri götürüb, ümumiləşdirib bu hissəyə yazmaq olar. Onun yanlış olduğunu ispat eləmək olar. Sualların izahı bu qədər.